Dostlar, son günlərdə qabağıma yeni bir trend çıxır. Hansı ki, insanlar 2D vizualları rahatlıqla 3D-yə çevirə bilirlər. Təbii ki, süni intellekt vasitəsilə. Mən də düşündüm, bunu ən rahat formada necə etmək olar? Gəlin bunu sizə göstərim. 3D vizualımızı hazırlamaq üçün bizə iki material lazımdır. Biri istifadə edəcəyimiz loqo, digəri isə loqonun içində görmək istədiyimiz teksturadır. Mən ChatGPT-yə Trilogy-nin loqosunu əlavə etdim və gördüyünüz kimi bir ədəd də ot teksturasını əlavə elədim. Bir qədər gözlədikdən sonra mənə belə bir nəticə verdi, amma bu nəticə gördüyünüz kimi ürək açıcı deyil. Çünki biz burada qeyd eləmişdik ki, Trilogy-nin loqosunun bütün shape-lərini olduğu kimi saxlasın və sadəcə içinə ot teksturasını əlavə etsin. Və mən dayanmadım, başladım başqa promptlar verməyə və ChatGPT-yə bunu maksimum dərəcədə izah eləməyə çalışdım, lakin o yenə də uğursuz cəhdlərinə davam elədi. Təqribən 4 cəhddən sonra bunu heç cür bacara bilməyəcəyini anladım. Başqa bir loqo yoxlamaq üçün daha sadə Nike-ın loqosunu əlavə etdim və eyni promptu ona yenidən yazdım. Bu zaman isə istədiyim işi ChatGPT-dən ala bildim. Və buradan belə bir nəticə çıxarırıq ki, demək ki, hələ ki ChatGPT bizdən qəliz loqolar deyil, daha sadə shape-lərdən ibarət olan bir loqolar verməyimizi istəyir. Gördüyünüz kimi adi bir şəkli bu tipdə bir 3D vizuala çevirdim. Sizcə nə dərəcədə uğurlu oldu? Öz fikrinizi aşağıda qeyd eləməyi unutmayın. Əlavə olaraq sizə maraqlı olan süni intellekt alətlərini bizə aşağıda bildirin. Mən hamısını oxuyub buna uyğun sizə videolar çəkəcəm.